Aprelin 10-da Müdafiə Nazirliyinin Hərbi Polisinin yaranmasının 33-cü il dönümü münasibəti ilə Hərbi Polis İdarəsində tədbir keçirilib. Əvvəlcə xalqımızın ümumilli lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büst önünə gül dəstələri qoyularaq xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib. Daha sonra idarədə davam etdirilən tədbirdə Ulu Öndərin, eləcə də vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycan Respublikasının Müdafiə Naziri General-Polkovnik Zakir Həsənovun təbriki şəxsiyyətə çatdırılıb. Tədbirdə çıxış edən Daxili Təhlükəsizlik və Tədqiqat Baş İdarəsinin rəisi General-Mayor Azər İbrahimov hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müsbət qiymətləndirdiyini qeyd edib. Baş İdarə rəisi hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb. Tədbir iştirakçılarına hərbi polisin yaranma tarixi və fəaliyyətlərindən bəhs edən video çarx nümayiş etdirilib. Sonda komendant və qoşun xidmətinin təşkilinə fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.